Ramil Həsən deputat fəaliyyətini dayandıracaq. Fazil Mustafa, problemlərin həll edilməsi nazirliyi yaradaq. Deputat, elə adam var ki, Bakıda onun adını daşıyan 4 küçə var. İndi isə təfərrüatı ilə Ramil Həsən deputat fəaliyyətini dayandıracaq. Buna səbəb isə onun bu il iyunun 12-sində Türk Dövlətləri Parlament Assambleyasının baş katibi seçilməsidir. Yeni baş katib vəzifəsinə oktyabrın 15-dən başlayacaq. Onun mandatına Mərkəzi Seçki Komissiyası xitam verəcək. Gəlin ayrıca problemlərin həll edilməsi ilə bağlı bir nazirlik yaradaq. Bunu Milli Məclisin bugün keçirilən iclasında deputat Fazil Mustafa deyib. Çünki vətəndaşların bir çox hallarda asan məsələləri həll etməkdən nə qədər vaxt itirdiyinin şahidi oluruq deyə o söyləyib. 44 günlük vətən müharibəsindən 5 il keçsə də hələ də şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı müəyyən boşluqlar var. Bu sözləri deputat Məlahət İbrahim qızı parlamentin bugünkü iclasında deyib. Elə şəxslər var ki, onların adları Bakının müxtəlif rayonlarında 3-4 dəfə əbədiləşdirilib. Hesab edirəm ki, aidiyyatı dövlət qurumları Bakının bütün küçə və prospekt adlarını yenidən nəzərdən keçirməlidir deyə deputat qeyd edib.